Sizin rəqibləriniz fikirləşir ki, niyə məhz bütün ölkələrdə Azərbaycanı Mədəniyyət Nazirliyinin xətti ilə olan tədbirlərdə məhz Anar Zakirli təmsil edir? Sizdən yaşca böyüklər var, bu sahədə daha uzun illər olan insanlar var. Sözünü açmayım. O məsələlərdə heç belə deyim ki, mən düşünmürəm. Mən sadəcə öz işimə baxıram və doğru şəkildə düzgün onu təmsil etməyə çalışıram. Və doğrudan da nazirlikdən təklif özlərindən gəlib. Mən hər hansı bir şey etməmişəm. Amma mən bir xəbər eşitmişdim ki, düşünürlər ki, mən ora kimsə deyib və yaxud da tapşırıb, amma heç belə bir şey olmur. Orada bir xanım var, çalışan. Rəfiqəsinin üzərində mənim geyimimi görüb, çox bəyənib. Deyib ki, mən də gedəcəm o qızın yanına. Amma özü gəlməyib. Sonra Nazirlik Mədəniyyət Günləri üçün dizayner axtaranda belə bir dizayner var, ona da təklif götürək deyərək elə bizim əməkdaşlığımız. Hətta bu Tacikistan səfərində düzü biraz yaxşı çıxmayacaq, amma məndə heç getmək alınmırdı, istəmirdim də. Dedim ki, yox, bəlkə başqa dizayner, dedim, olarmı ki, başqa dizayner getsin? Onlar dedilər ki, yox, da Adil Kərimli sizi seçib, siz də oraya getməlisiniz. Mən dedim, okey, necə məsləhətsə biz elə eləyik.